Daxili İşlər Nazirliyi Tbilisidə Türkiyə vətəndaşı VTS-ni saxlayıbdır. O, metadon narkotikini satış məqsədi ilə şəhərin 25 nöqtəsində gizlədib. Polis onun göstərdiyi ünvanlarda 77 ədəd qablaşdırılmış narkotik götürübdür. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi üzrə aparılır. Həmin maddəyə görə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur. Ətraf Mühitin Mühafizəsi Departamenti Pankizi dərəsində qeydiyyatçı ağac kəsmə sexi aşkarlayıbdır. Sex Axmeti Bələdiyyəsinin Omali kəndində qurulubdur. Həyətyanı sahədə isə 6 kubmetr fıstıq taxtası müsadirə edilibdir. Fakt cinayət əlaməti olduğuna görə materiallar müvafiq quruma göndərilibdir. Departamentin məlumatına görə 2025-ci ilin 11 ayında ölkədə 57 belə qanunsuz sex aşkarlanıbdır. KXT Meşə Xidməti Axmeta Dövlət Meşəsində qeydiyyatçız mişar sexi aşkar ediblər. Qusar şəkildə quraşdırılmış sexin yaxınlığında təxminən 18 kubmetr həcmdə qeydiyyatçız fıstıq cinsindən olan tikinti materialları və ilkin emal məhsulu, taxta lövhələr müəyyən olubdur. Qeydiyyatçız mişar sexi mühürlənibdir. Qanunsuz yolla əldə edilmiş tikinti materialları isə sonraki prosedurları üçün Axmetinin iş sahəsinə təhvil verilibdir. Fakt cinayət əlamətləri daşıdığından materiallar istintaq qurumuna göndərilib. Milli Meşə Agentliyi noyabrda 70 qanun pozuntusu qeydə alınıb. 66-sı ağacların qanunsuz kəsilməsi və daşınması ilə bağlıdır. Ümumilikdə 147 kubmetr ağac Agentliyin nəzarətinə götürülübdür. Ölkə üzrə ağacların qanunsuz kəsilməsi halları regionlar üzrə belə bölünür. İmereti Meşə Xidməti 13, Samcavaxeti 2, Raçalançxumi Aşağı Svaneti 5, Kvemokartli 12, KXT 12, Misxeti Mityaneti 2, Samegrol Yuxarı Svaneti 7 və Şida Kartli 13 qanun pozuntusu qeydə alınıbdır. Bundan əlavə Quriya, Şida Kartli və KXT regionlarında dövlət meşələrinin qanunsuz zəbt olunması üzrə 4 fakt aşkarlanıbdır. 2025-ci ilin yanvarından indiyədək Milli Meşə Agentliyinin əməkdaşları ölkə üzrə Dövlət Meşə Fondunun qanunsuz zəbt olunmasının 60 halını qeydə alıblar. Tbilisidə Şindisi, Zessafoni və Vanidə qanunsuz heyvan kəsimi yerləri aşkarlanıbdır. Fiziki şəxslərin sahib olduğu obyektlər qeydiyyatçız fəaliyyət göstərib. 200 kiloqram ət sağlamın nişanı olmadan tapılıbdır. Mühürlənərək məhv ediləcəkdir. Biznes sahiblərinə cərimə tətbiq olunubdur. Fəaliyyət müvəqqəti dayandırılıbdır. Cari ildə aparılan 1035 dövlət nəzarəti zamanı 80 inzibati pozuntu aşkarlanıb.